uşaq olanda Leylin babanın şeirlərini oxuyurduq. Leylin. Nə bilim, Leylin küçədə gedəndə bir uşaqla rastlaşdı. O ona nə dedi, bu buna nə dedi. Ay Allah, nələr danışırdılar da. Leylinlə bağlı kiçik hekayələr yazılırdı, şeirlər yazılırdı. Əzbərləyirdik fəxrlə, fəxarətlə. Tədbirlərdə deyirdi. Qohum əqraba gələndə onların yanında bu şeiri söyləyirdik ki, yəni ki, biz bunları bacarırıq. Məhz Leylinlə bağlı. Oxu.az xəbər verir ki, bu barədə 24 agentlik məlumat yayıb. Nəyə yayıb? Vladimir Lenin Qırğızstanda Oş şəhərinin mərkəzi meydanında yerləşən və dünyada seri qurucusunun ən böyük heykəllərindən biri hesab edilən abidəsi sökülüb. Vladimir İliç Leninin. Qeyd olunub ki, 1975-ci ildə ucaldılmış və 25 metr hündürlüyə malik nəhəng heykəl şəhər meriyasının qərarı ilə götürülüb. Cəsarətə bax, ediblər bunu. Az halda bunu edirlər. Hələ də bəzi yerlərdə Leylinin heykəlləri, fotoları, nə bilim, onun o işlətdiyi ifadələr var da, onlardan bəzən sitatlar gətirmək də olur, edirlər. Heykəlin başqa yerə köçürüləcəyi və ya tamamilə söküləcəyi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Məlumat üçün əlavə edək ki, Vladimir İliç Lenin Qırğızstanda ucaldılmış heykəli Mərkəzi Asiyada inqilabçının ən nəhəng abidələrindən biri idi. Olsun.